Herkese salam. Bugün istəyirəm ki, sizinlə İngilis dili üzrə DIMTS toplusunun birinci hissəsində yer almış ilk mövzusu, nam mövzusu üzrə sualları cavablandırım. Başlayırıq. Gördüyümüz kimi bizdə burada compound noun istəyir. Compound noun istədiyində biz bilməliyik ki, mürəkkəb compound noun mürəkkəb isimdir və iki sözdən və iki və daha artıq sözdən birləşməsindən yarana bilər. Bunun üçün isə biz derivativ nounu da tanımalıyıq. Yəni orada sufiksləri biz ayırmalıyıq ki, hansı şəkilçilər isim düzəldən şəkilçilərdir. Məsəl üçün biz baxırıq burada A variantında ment şəkilçisi var, isim düzəldir, development isim düzəlib, agreement yenə derivativ noun yaradıb. Daha sonra food burada sufiksdir, o da çıxdı, qalır D variantı. İkinci suala baxırıq. Yenə bizdən compound noun istəyir. Leadership, liderlikdir. Ship həm mürəkkəb isim düzəldir, həm də düzəltmə isim düzəldir. Biz nəyə fikir verməliyik? Ship sözü əgər gəmi kimi tərcümə olunacaqsa, onda biz onu compound noun kimi götürə bilirik. Yox, əgər gəmi mənasını itirirsə, məsəl üçün burada leadership, liderlik deməkdir və biz bunu sufiks kimi dəyərləndiririk və compound kimi götürə bilmirik. Daha sonra information şəkilçisi var, çıxdı. Movement var, çıxdı. Anniversary çıxdı. Qalır D variantı. The next question. Burada spaceship kosmik gəmidir. Gəmi kimi olduğuna görə biz bunu götürə bilirik. Ona görə elə variant A-da seaport, basketball. B-yə baxırıq, entrance var, çıxdı. Y-də C-də year var, çıxdı. Furniture, production, compound sayılmır. Price, simple noun da getdi. Daha sonra dördüncü suala baxırıq. Dördüncü sualda istəyirəm Y variantından başlayaq. Burada shin şəkilçisi var, getdi. Closes var, getdi. Defense, people da çıxdı. Blackboard, foreigner var, burada çıxdı. Gym çıxdı. Dish, anniversary buradan çıxdı, qalır A variantımız. Daha sonra 5-ci suala baxırıq. 5-ci suala information şəkilçisini çıxardır. Scissors, knowledge, bunlar da compound sayılmırlar. C variantda dom sufiksdə çıxdı. Traveling var, çıxdı. Contents, grass, simple da getdi. Qalır bizdə sewing machine, policeman, snowdrop, bu bizdə olur compound noun. 6-cı suala diqqət yetirsək, görərik bizdə nə istəyir derivativ. Artıq burada sufiks olan bəbləri götürməliyik, mürəkkəbləri çıxmalıyıq. Baxıram A variantında leg sözü var, simple noun gedir, şəkilçisi yoxdur, çıxardırıq. B variantını saxlayıram, keçirəm C variantına. Sand var orada, sand simple noun'du çıxdı, C simple noun'du çıxdı. Daha sonra stop var burada, bu da çıxdı. Qalır bizdə B variantı. Ment, ship, realizm, izm şəkilçiləri ilə derivativ noun düzəlib. 7-ci sualı baxsaq görərik ki, choose the nouns, isimləri seçin deyir bizə. Maraqlıdır, isim olmayan burada nə var? Never burada əvəzlikdir, adı əvəzlikdir, adı əvəzlikdir. Qalır bizdə number, leader, gardener, 1, 5, 6. A variantı. Daha sonra 8-ci suala baxırıq. 8-ci sualda simple nouns, yəni heç bir şəkilçisi olmaz. Baxırıq, ment var, çıxardarıq. School children, bu artıq compound gedir, çıxardırsan. Hardship şəkilçidə çıxdı. Singer var, butterfly var, çıxdı. Qalır C variantı. Gəldik yenə 9-cu sualda görürük simple noun'dur. Yenə sadə istəyir. Baxırıq elə ən kiçik sözlər. Symbol, tool, voice A variantında verilib. Düzgün variantımız budur. Bir də nəyi çıxardarıq? Teacher, avtomatik derivativ ataram. Daha sonra burada school, bu activity ataram. Bookcase, innes şəkilçi var, orada ataram. Development şəkilçi var, ataram. Burada compound'u ataram.
Sadə istədiyinə görə kiçik həcmli sözlərə diqqət edib daha tez sual cavab verə bilərik. 10-cu suala baxırıq. Compound, yəni mürəkkəb istəyir bizdən. Hood şəkilçimizdir, çıxardacaq. Dom şəkilçidir, rest şəkilçidir, izm şəkilçidir. Qalır bizdə suitcase, playground, B variantı. 11-ci sualda mürəkkəb isim istəyir. Mürəkkəb isim istəyir. Cruelty getdi. Opportunity də onun dalınca gedir. Performance gedir. Daha sonra celebration getdi. Tradition getdi. Qaldı variant A variantı. İsimləri istəyir bizdən. Biz diqqət eləməliyik nəyə? Burada sözlərin sonundakı şəkilçisinə. Biz demişdik ki, həm sifətin dərəcəsini düzəldən şəkilçidir. Hər sadə isimlərin tərkibində olan bir hissəcikdir. Həm də ki, isim düzəldən şəkilçidir. Baxırıq, big olub bigger. Bu, yəni sifət də böyük, daha böyük çıxdı. Singer bizə lazımdır, bəli, müğənnidir. Large biz buradan silməliyik. Large olub larger. Bir də lideri götürə bilərik. Demək 2 ilə 4 bizdə A variantında varımızdır. 13-cü suala baxaq. Yenə bizdən isim istəyir. Interesting, maraqlıdır. Getdi. Drawing, rəsm kimi işlənir və düzdür. Buildingdə bina kimi işlənir. 2 və 4-cü sual bizim düzgün cavabımızdır. Biz burada nəyə çıxar? During ərzində də zaman anlayışı bildirir. 2-4 harada var? C variantında. Daha sonra baxırıq. Friendly, ly var burada. Friendly, səmimi, mehriban. Sifət düzəldən şəkilçi var, orada çıxardırıq. Fluent, səlis deməkdir. Necə səlis çıxardarıq. Religion və də luxury bizdə cavabımızdır. Y variantı, düzgün variantdır. 15-ci suala baxaq. 15-ci sualda gördüyümüz kimi bizə isim sırasını istəyir. Biz burada nəyi bilməliyik? Sifət düzəldən şəkilçiləri bilməliyik ki, bu sualları düzgün cavablandıra bilək. Çünki bizdən isim istəyir və sifətlərlə qarışıq verilib. Və bizdə burada əgər sifət düzəldən sufiksləri əzbər bilsək, bunlardan məsəl üçün deyirəm, less şəkilçisidir, fulldur, oğuzdur. Bu şəkilçilər sifət düzəldir. Bunları biz bilsək, onları rahatlıqla ayıra bilərik. Məsəl üçün, burada useful var. Full sifət düzəldir, çıxdıq. Sonra personal, şəxsi, al şəkilçisi var, sifət düzəldir, çıxdı. Shyness, freedom, brotherhood. Bunlar hamısı isim düzəldən şəkilçilərdir. Ona görə C variantımız düzgün variantımızdır. Bir də nə var? Less şəkilçisi var. Sifət düzəldir, atdıq. Passiv deməkdir. Onu da atdıq. Sonra qalır burada Y variantı. Y variantı niyə olmaz yaxşı desəz? Baxırıq, I'm using apartment, indoor. Indoor deyəndə daxili. Bu ən çox oyunlarda indoor games, outdoor games kimi istifadə olunur. Daxili oyunlar, qapalı oyunlar, bir də açıq hava oyunları, çöl oyunları kimi tərcümə olunur. Ona görə bizdə burada indoor isim yaratmır. Ona görə də bunu çıxartdıq. 16-cı suala baxaq. Bizdən yenə isim siyahısı istəyir və sırası istəyir. Oz, famous. Burada bu şəkilçi sifət düzəldir. Daha sonra difficult, çətin deməkdir, çıxardarıq. Lovely, sevimli deməkdir, çıxardarıq. Full sifət düzəldir, çıxardarıq. Qalır bizdə neighborhood, kingdom, bir də darkness. Uşaqlar ən çox ness-lə less şəkilçisini qarışdırır. Bunda diqqət eləməli nədir? Ness olan, ilə olan noundur, isimdir yəni. L-lə düzələn less şəkilçisi isə sifət düzəldən şəkilçidir. Ona görə Y variantımız bizdə düzgün variantdır. Daha sonra 17-ci suala baxaq. Bizdən isim sırasını istəyir. Sweet, şirindir. Çıxardın getsin. Clean, təmizdir.
Çıxardın getsin. Hot istidir, gedir. Big də böyükdür, gedir. Sifətli olar, qalır C variantı. Silver wall bench. 18-ci sualda yenə isimlər istir. Beautiful gözəldir, getdi. Long uzundur. Funny gülməli. Useful faydalı. Necə sifətli qalır C variantımız. Daha sonra baxırıq, yenə isim istəyir bizdən. Thankful, full var çıxdı. Dangerous, öz şəkilçisi çıxdı. Less var, sifət düzəldir çıxdı. Lonely sifətdir çıxdı. Qalır bir variantı. 20-ci suala baxırıq. 20-ci sualda bizdən mürəkkəb ismi istəyir. Mürəkkəb ismi tapmalıyıqsa, biz burada baxacağıq. İki sözün birləşməsi olmalıdır. Dom sufiksdir. Ship sufiksdir. Shin sufiksdir. Hood sufiksdir. Raindrop və tablespoon biz burada isim düzəlib, mürəkkəb isimdir. Daha sonra 21-ci suala baxaq. Yenə mürəkkəbi istəyir bizdən. Habit simpledır. Store simpledır. Attention derivativdir. Happiness derivativdir. Qalır bir variantımız. 22-ci sualda yenə bizdən compound noun istəyir. Mürəkkəb olsun deyir. Menti çıxardarıq. Onu da biz də hudu da çıxardaq. Buildingdə ing var. Onu da çıxardaq. Handle simpledır. Qalır Y variantı. 23-cü suala baxaq. Biz də buradan isim düzələn şəkilçilər istəyir. Mən avtomatik götürürüm A variantı heç düşünmədən. Çünki bu sufiksləri əzbər bilirəm. Siz də burada variantlarda nəyi çıxarsınız onu deyim sizə. Tin var burada məsəl üçün say düzəldən şəkilçidir. Öz şəkilçisi sifət düzəldir. Less sifət düzəldir. Able sifət düzəldir. Bunlar çıxır. 24-cü suala baxaq. Bizdən mürəkkəb istəyir. Dom şəkilçidir. Şın şəkilçidir. Digərləri 3, 4, 5 düzgün variantımızdır. D variantı olacaq. Və nəhayət sonuncu 25-ci sualı da izah edim. Məncə bu qədər kifayət eləyər. Baxıram sualda bizdən nə istədiyinə. Çox sadə sualdır. İsimləri yenə istəyir bizdən. Oldu yaşlıdır, çıxardarsınız. Funny gülməlidir, çıxardarsınız. Clean təmizdir, çıxardarsınız. Late gecdir, bu da çıxacaq. Qalır girl, boy, toy. Zaten bu sözlərin tərcüməsini bilsəz elə birbaşa A variantını vaxt itirmədən seçə bilərsiniz. Məncə bu qədər kifayətdir. Bu demək olar ki, ismi quluş növlərinə aid suallar idi. Hər hansı bir sualınız olsa, rəylər bölməsində yazın, mütləq cavablandıracağım. Çox sağ olun, diqqətinizə görə təşəkkür ederim.